İmtahana hazırlaşdığım müddətdə Qarabağ Universitetinin açılacağını və bizim də məhz ora sabah tələbəsi kimi gedəcəyimizi öyrənəndə çox sevinmişdim. Və artıq Qarabağ Universitetinin tələbəsiyəm. 90 bal topladım imtahandan və Qarabağ Universitetinə 2-ci kursdan etibarən artıq qəbul oldum və tədrisə başladıq. Əvvəla çox qürur verici idi, çünki Qarabağ Universitetində təhsil almaq hər bir tələbə üçün öncəliklə mənəvi bir dəyərdir. Qarabağ Universitetinin həqiqətən də çox geniş imkanları var. Məsəl üçün, mən Ağoğlu Hüquq Cəmiyyətinin təşəbbüskarlarından biri olmuş oldum. Biz Ağoğlu Hüquq Cəmiyyətini yaratdıq. Dəyərli müəllimimiz Nuranə müəllimə də bizə çox kömək oldu bunu həyata keçirməkdə. Eyni zamanda beynəlxalq yarışmalarda iştirak etdik. Viyanada onu da qeyd edə bilərəm ki, məhz biz həmin yarışmaya hazırlaşdığımız müddət ərzində müəllimlərimizin, mentorlarımızın köməyi ilə yarışmanı əsas birinci hissəsini tamamladıq. Vüsmut məhkəmə müsabiqəsidir və müxtəlif xaricdən tələbələr burada müsabiqədə, arbitraj müsabiqəsində iştirak edirlər və öz bacarıqlarını, yumuşaq bacarıqlarını, vəkillik və yaxud da öz müdafiə bacarıqlarını göstərib inkişaf etdirirlər. Yazdığımız memorandumlar vardı və memorandumlarımız ümumi sıralamada birinci yerə çıxmışdı qrup daxilində. Və hələ də 4-cü kursda da istəyirəm ki, daha çoxunu eləyim. Çünki əlimdən gələn ən yaxşısını eləmək istəyirəm. Çünki Qarabağ Universiteti mənə həqiqətən çox şey qatdı və mən də istəyirəm ki, bacara biləcəyim qədərini qatım və töhfə verim.